Balı birbaşa üzümüzə çəkmək dərimiz üçün faydalıdırmı? Sosial şəbəkələrdə balı üz dərisinə çəkən xanımların görüntüləri yəqin ki, sizin də qarşınıza çıxıb. Maraqlıdır, balı üzə sürtmək üz dərisinə faydalıdırmı? Bal dərini ilk növbədə nəmləndirir. Antibakterial özəlliyi sayəsində dərdəki iltihabi proseslərin qarşısını alır. Daha sonra peeling effekti göstərərək dərimizdəki ölü hüceyrələrin çıxarılmasında bizə yardımcı olur. Dərimizi daha parlaq və canlı eləyir. Lakin balın dərinizdə əks təsirlər də var. Əgər bala qarşı yaxud da ki, gül tozuna qarşı allergiyanız varsa, balı üzlərinizə vurduğunuz zaman üzünüzdə qızartı və şişkinlik yarana bilər. Bala qarşı allergiyanızın olub-olmadığını bilmək istəyirsinizsə, istifadə eləməmişdən qabaq baldan kiçik bir hissə götürüb biləyinizin bu hissəsinə vurub gözləyin. Əgər həmin hissədə qaşıntı və qızartı olmasa, deməli sizin bala qarşı allergiyanız yoxdur. Bundan başqa balı üzə vurduğunuz zaman üzlərinizdəki məsamələri bal bağlaya bilər. Bu da ki, həmin hissələrdə sızanaqların yaranmasına səbəb olur. Bir də ki, süni baldan əgər istifadə edirsinizsə, bu da məsləhət görülmür. Çünki süni bal bilirsiniz ki, şəkər siroplarından hazırlanır. Bunun da ki, dərimizə heç bir faydası yoxdur. Bəs maraqlıdır, bal maskasından istifadə edirsinizmi? Zəhmət olmasa şərh bölümündə fikirlərinizi yazın.